Doktor, mən övladıma hamilə ikən müəyyən NIPT adlanan testlərdən keçmişəm. Uşağım doğulanda ona müəyyən daban testi deyilən müayinədən keçmişəm. Amma sonradan məlum oldu ki, mənim uşağımda müəyyən bir genetik problem yaranıb. Bəs bu qədər erkən müayinələrə baxmayaraq niyə görə övladım problemli doğuldu? Bu yaxında olan bir təcrübəmi paylaşmaq istəyirəm ki, bax bu cürlə uşağında inkişaf ləngiməsi var idi və biz həmin valideynin uşağını müəyyən bir testlərdən keçirtməklə onda genetik xəstəlik təyin etdik və valideyn çox narahat və həyəcanlı idi ki, nəyə görə mən bu cürlə testlər verməyimə baxmayaraq mənim uşağımda yenə də problem aşkar olundu. Birincisi, hamilə vaxtı verilən NIPT testi 3-4 xəstəliyi göstərən bir analizdir. Burada əsasən xromosom qüsurları olan Down sindromu, Patau sindromu və Edward sindromu kimi xəstəlikləri erkən təyin etmək olur. Daban testində isə anadan gəlmə hipotireoz, fenilketonuriya, tirozinemiya kimi müəyyən 5-6 sayda xəstəliyi təyin edə bilirik. Əlbəttə bunların vaxtında təyin olunması çox vacibdir, amma biləsiz ki, insanın 50 minə yaxın genetik xəstəliyi var və 50 min genetik xəstəliyin içərisində əlbəttə bu iki testlə biz cəmi 10-15 xəstəliyi erkən təyin edə bilərik. Və bu xəstəliklər niyə ki belə erkən prenatal test olunur? Çünki bunlar çox rast gəlinən xəstəliklərdir. Amma bəzi uşaqlarda nadir genetik xəstəliklər də ola bilir. Hətta daban testi və erkən prenatal hamiləlikdə qan analizi vermisinizsə belə uşağınızda inkişaf ləngiməsi, inkişaf problemləri, əqli problemlər, qəribə hərəkətlər, qıc olmalar görürsünüzsə, yenə də uşaq nevroloquna müraciət etməli və müəyyən əlavə testlər vermək lazım gəlir.